Bir daha salam müəllimlər. İndi isə belə bir maraqlı funksiya məsələsini izah vermək istədim. Bizə verilir ki, fx sabit funksiyadır. Funksiya olursa və müsbət olmaq şərti ilə m-in alabiləcəyi qiyməti tapın. Tutaq ki, burada alabiləcəyi m 2 dənə qiymət alır. Məsəl üçün, biri mənfi, biri müsbət. Biz orada verilən şərtlər onunla müsbətini götürməliyik. Ümumiyyətlə, sabit funksiya nədir? Sabit funksiya odur ki, yəni ya surət məxrəcə bölünməlidir, ya da məxrəc surətə bölünməlidir. Yəni, məsəl üçün, bunlar ixtisar girəndə, bu kəsr ixtisarında mənim ya alınmalı deyə 5-də 1, ya da alınmalıdır 5. Və yaxud da ya alınmalı 4-də 1, ya da alınmalıdır 4. Odur ki, baxın, məsələn, bir nümunə göstərək buna. Sabit funksiyası tutaq ki, baxın, 3x plus 6 bölünsün, tutaq ki, 6x plus 12. Görürsünüz, bunlar ixtisar yerində 2-də 1 qalır, düzdür. Həmçinin buradan bir ipucu tapırıq, baxın, 3-ün 6-ya nisbəti bərabər olur 6-nın 12-yə nisbəti. Həqiqətən 3 12-nin 36, 6 6-nın 36. Deməli, mənimlə sabit funksiyanın nə olduğunu təxminən başa düşdük. Odur ki, biz nə edirik? Burada silək əvvəlcə. Biz də bu qaydadan istifadə edəcəyik. M-in 4-ə nisbəti m bölünsün 4 bərabərdir 16 bölsün m. 16 bölsün m. Buradan çarpazası nə olacaq? M kvadrat bərabər 64. M bərabərdir plus minus 8. Amma bizdən müsbət qiymətini istədiyi üçün cavab olacaq müsbət 8.